Salam hər kəsə. Bu gün qəbula düşmüş belə bir sualın izahına baxacağıq. Sualda deyilir ki, elektrik hərəkət qüvvəsi 20 volt olan elektrik mənbəyi dövrəyə qoşulduqda cərəyan şiddəti 2 amper olmuşdu. Mənbəyin daxili müqaviməti 2 ohm olarsa, onun faydalı işləmsalını hesablayın. Cavabı faizlə ifadə edin. Deməli, faydalı işləmsalının düsturu eta bərabərdir. Böyük yer bölünsün, böyük yer üzərinə gəlinsin, kiçik yer vurulsun 100%. Bizə şərtdə daxili müqavimət verilib. Xarici müqaviməti tapmalıyıq. Xarici müqaviməti isə I bərabərdir. Elektrik hərəkət qüvvəsi bölünsün. Böyük yer üzərinə gəlsin, kiçik yerdən tapmalıyıq. Cərəyan şiddətimiz 2-dir. 2 bərabərdir. Elektrik hərəkət qüvvəmiz 20 bölünsün. R üzərinə gəlinsin, daxili müqavimətimiz də 2-dir. Buradan R üzərinə gəlsin 2 bərabərdir. 20 bölünsün 2, yəni 10. R'miz bərabər olacaq 8 ohma. Deməli, R'i tapdıq. İndi isə gətirək düsturda yerinə qoyaq. Eta bərabərdir. R bölünsün, yəni 8 bölünsün. Böyük yer üzərinə gəlsin, kiçik yer, yəni 8 üzərinə gəlsin 2, 10. Vurulsun 100%. Buradan eta bərabər olacaq 80%. Deməli, bizim cavabımız oldu 80%.